1788-ci il məşhur İngilis səyyahı kapitan Artur Phillip tərəfindən Avstraliyaya kəşf olundu. Yəni onun gəmisi Avstraliya sahillərinə yan aldı. Avstraliya sahillərində ilk onları qarşılayan canlılar yerli əhali yox, kenqurular oldu. İngilislər bu kengurunu birinci dəfə idi gözləri ilə görürdü. O əcaib qəraib heyvandan çox təəccübləndilər, çox heyrətə gəldilər. Əcaib qəraib bir heyvan, məməli bir heyvan, iki ayaqlı ayaq üstə durub, boyu təqribən 1-2 metrdən də bir qədər artıq. Qarnında kisəsi 6-8 metr məsafədən təqribən balası təhlükə hiss edən kimi dərhal kisəyə tullanır. Onlar ondan sonra yerli əhali ilə rastlaşdılar. Yerli aborigenlərlə rastlaşdılar. Aborigenlərdən soruşdular ki, bu heyvanın adı nədir? Onlar da dedilər ki, kenguru. Dərhal onun adını qeyd elədilər və bir neçə o heyvanın erkəyindən dişindən tutub gəmiyə atdılar ki, geri qayıdandan sonra Avropada, xüsusilə də İngiltərədə onların nəslini artırmaq və onun biznesini təbii qurmaq məqsədi ilə zooparklarda, sirklərdə ondan istifadə etmək məqsədi ilə gəmiyə götürdülər. Üstündən bir müddət keçəndən sonra İngilislər Avstraliyada öz şirkətlərini qurdular. Yerli əhali ilə sıx əlaqələri yarandı. Uzun müddətdən sonra, bir neçə müddətdən sonra yerli aborigenlər onların İngilislərin dilini öyrəndilər və sonradan bəlli oldu ki, bir neçə ildən sonra bəlli oldu ki, sən demə bu heyvanın adı kenguru deyilmiş. Yerli aborigenlərin dilində ümumiyyətlə kenguru sözü yoxmuş. Kenguru bir cümlədir. Kenguru. Yerli aborigenlərin dilinə də sizi başa düşmədim tərcümə olunurmuş. İngilislər isə elə zənn ediblər ki, bunun adı kengurudur. Buna baxmayaraq, onlar onun adının, əsl adını yerli aborigenlərin dilində podine olduğunu da öyrəndilər. Sadəcə olaraq bu söz İngilis fonetikasına, onların bir leksiyonuna uyğun gəlmədiklərinə görə onlar onu təhrif elədilər, hətta podine adlandırdılar. Amma nə Avropada, nə İngiltərədə yerli əhali onu olduğu kimi qəbul eləmədi. Necə kenguru demişlər, elə də dedilər və bu qənaətə gəldilər ki, o heyvanın adını elə kenguru qoysunlar. Və bugünün özündə də, yəni elmi ədəbiyyatlarda da həmin heyvanın adı elə kenguru olaraq gedir. Əsl adı qaldı.